Добрый вечер, дорогие друзья, дорогие гости. Я очень рада, чтобы мы сегодня собрались в этой замечательной, красивой здании Российской национальной библиотеки. Тема нашей встречи это будет культурно-патриотическое мероприятие «Наследие наших дедов. Папаха». Мы с вами в прошлый раз говорили о женской головной уборе чалагаи, а в этот раз мы будем говорить о папахе. Я была 2,5 месяца в Баку и участвовала во всех, можно сказать, во всех мероприятиях, которые проводили Гюллü Ханым Томарлы. Хочу сказать, что последняя наша встреча была посвящена тоже папахам. И когда я там выступала, меня Гюллü Ханым попросила, чтобы я выступала, она мне задала вопрос: Зивер Ханым, вы будете вести какое-нибудь мероприятие о папахе? Я сказала, что Гюллü Ханым, да, я беру от вас эстафету. Второй наша встреча, это будет в Санкт-Петербурге. Я этот вечер посвящаю своему дедушке Мешаде Сейфулла и своих троих дядь, которые не вернулись из войны. Дядя Эюб, дядя Сулейман, дядя Ягуб. Один из них закончил горе-семинарии. Дядя Эюб всегда носил папаху, у него был чал-папах. Дядя Эюб, Эюб, я сказала, знал 5 языков, отлично говорил по-французски, отлично говорил по-арабскому, по-русскому, по-турецкому языку. Хочу сказать, что дядя Ягуб, он был завкафедрой фармацевтического кафедры Азербайджанского медицинского института. А дядя Сулейман я не помню, я не могла найти записи отца. Отца уже 95-го года нету. Поэтому вот этот праздник, наш любимый праздник Папаха, я посвящаю своим родным, не только своим, всем дедов, всех наших предков, которые ушли от нас на иной мир. И я хочу обрадовать их рухны. Я посвящаю этот праздник им. Я на сцену вызываю председателя общественного организации Мирвари Дильбази и председателя или заведующего музея Баку Ковров, извиняюсь, Келагаи,
Güllü xanım Tamarlı. Pожалуйста, Güllü xanım. Vətənimizin bütövlüyü, azadlığı uğrunda, ümumiyyətlə vətən uğrunda canından, qanından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla, ehtiramla yad edək. Vətən uğrunda canından, qanından keçən şəhidlərimizə Allah rəhmət eləsin. Əziz tədbir iştirakçıları, dəyərli ziyalılar, elim, obam, həmvətənlərim, hər birinizi xoş gördük. Hər birinizin qarşınızda baş əyirəm, səcdə edirəm. Nə yaxşı ki, səsimizə səs verib gəldiniz. Nə yaxşı ki, bizi deyib gəldiniz. Nə yaxşı ki, nənələrimizin baş örpəyi Kəlağayı dediniz, gəldiniz. Nə yaxşı ki, babalarımızın, dədələrimizin papağı deyib gəldiniz. Adi gələ bilər adama papaq. Ancaq böyük xalq şairi Zəlimxan Yaqub deyir ki, mən papaq deyəndə ata yurduna sonsuz sədaqəti salıram yada. Ana bacılara ər vəfasını, namusu, qeyrəti salıram yada. Barat Vüsalsa yazır ki, vətən torpağının bir hissəsi tək. Onu unutmayam, gərək mən anam. Mənim gözlərimdə uşaq vaxtları, anam Kəlağaydı, Kəlağay anam. Qardaşlar, bacılar, atalar, analar, oğullar, qızlar, bax bu bayrama səs verib gələnlər. Bir var evin sevinci. Adı günü, toy bayram, bir də var elin sevinci. Bax bu milli dəyərlərimiz, mən deyərdim ki, elin sevincidir. Ona görə də bu milli mənəvi dəyərlərimizi unutmağa qoymamalıyıq, yaşatmalıyıq. Neçə illərdir ki, Mirvarid Dilbazi Poeziya Məclisi olaraq biz hər zaman milli dəyərlərimizi təbliğ edirik. 2019-cu ildən bu günə qədər Sankt Peterburqda ikinci dəfədir mən olduğum. Buradan sonra da Moskvaya gedəcəyəm. Türkiyədə də, Azərbaycanın bütün bölgələrində inanın necə sevgi ilə, necə coşqu ilə, necə sevinçlə qarşılanır. Bax o sandıqda qalan Kəlağaylar sevinir. Nə deməkdir? Nənələrin ruhu sevinir. Bax o papaqlar harda qalıbdır? İstifadə edən yoxdur. Ancaq mən istərdim ki, toylarımızda, düyünlərimizdə o bəy nişan bəylərimizin başında yaraşıq olsun. Kəmər bəstə qızlarımızın, gəlin keçən qızlarımızdan vallahi o müasir zəmanənin tələbatıdır. Bilmirəm nə cürə belə başı örtükləri çıxır. Ondansa vallahi bizim Kəlağaylarımız Azərbaycan xanımlarına çox yaraşar. Azərbaycan möhtəşəmdir gür səsin. Əysilməsin üstümüzdən nəfəsin. Bu torpağa igid doğan, ər doğan şəhid analarının əllərindən öpürəm. Qarabağa həyat verdi o haqqan, gəlib çatdı gözlərindən bu xoşan. Ay mənim əzizlərim, bu torpağa, Azərbaycana, vətən deyən hər kəsin şəkər dillərindən öpürəm, Azərbaycan illərindən öpürəm. Burada qeyri millətin nümayəndələri də var. Yəqin ki, tərcümə edib çatdırarsınız ki, Rusiya Federasiyası və Azərbaycan Respublikasının ədəbi mədəni əlaqələri ta qədimdən olub və bu günə qədər də var və davam edəcəkdir. Sadəcə biz bir körpü rolunu oynayırıq. Hər birinizi bağrıma basıram. Nə yaxşı ki, varsınız mənim əzizlərim. Bax bu el bayramıdır deyərdim. Sizin gəlişiniz buradan belə görünə bilər ki, biz bugün zaldayıq. Elə bax buradan dünyaya yayılacaq ki, Sankt Peterburqda yaşayan Azərbaycanlılar bugün bir qeyrət göstərdilər. Bugün vətənə sədaqət göstərdilər. Bugün babaların ruhunu sevindirdilər. Bugün nənələrin ruhunu sevindirdilər. Babaların papağı dedilər, nənələrin Kəlağayısı dedilər. Keçən il Hicranə xanım bu layihəyə imza atmışdır. Zivər xanım da bu yaxınlarda Bakıda olanda 2 ay bütün tədbirlərimizdə iştirak etdi və dedi ki, mən də babaların ruhunu sevindirəcəyəm və nə yaxşı ki, dedi.
Mən buradan Firuzə xanım salamlayıram. Bakıya gəldi, qonaq oldu. Bax, buradan hər biriniz, kim Bakıya gələcək, bizim qonağımız olar. Azərbaycan Kəlağayısı Muzeyi hər birinizin üzünüzə açıqdır, mənim əzizlərim. Dil açanda ilk dəfə ana söyləyirik biz. Ana dilidir bizim ilk dərsliyimiz. İlk laylanı anamız öz südü ilə içirir ruhumuza bu dildə gilə-gilə. Bu dil bizim ruhumuz, eşqimiz canımızdır. Bu dil bir-birimizlə əhd-i peymanımızdır. Bu dil bizə tanıtmış bu dünyada hər şeyi. Bu dil əcdadımızın bizə miras qoyduğu qiymətli xəzinədir. Onu gözlərimiz tək qoruyub nəsillərə biz də hədiyyə verək. Bizim uca dağların sonsuz əzəmətindən, yatağına sığmayan dağların hiddətindən, ağ saçlı babaların əqlindən, kamalından, düşmən üstünə cuman o qıratın nalından qopan səsdən yarandın. Sən xalqımın aldığı ilk nəfəsdən yarandın. Ana dilim, səndədir xalqın əqli, kamalı, ərəb oğlu Məcnunun dərdi səndə dil açmış. Ürəklərə yol açan Füzulinin nəğməsi, ey dilim, qüdrətinlə zirvələrə yol açmış. Səndə mənim xalqımın qəhrəmanlıqla dolu tarixi varaqlanır. Səndə mənim neçə min illik mədəniyyətim, şan şöhrətim səslənir. Mənim adım sanımsan, namusum vicdanımsan. Ey doğma dilində danışmağı ar bilən fasonlu ədəbazlar. Ruhunuzu oxşamır, qoşmalar, telli sazlar. Ey fasonlu ədəbazlar, onlar qoy mənim olsun. Ancaq vətən torpağı, ancaq vətən çörəyi sizlərə qənim olsun. Dilimizi qoruyaq, dinimizi qoruyaq və ən əsası hər zaman insanlığımızı qoruyaq. Mən Zivər xanıma təşəkkür edirəm ki, bugün bir qeyrət göstərərək məni bura dəvət elədi və onun arzuları həyata keçdi. Zivər xanım, təşəkkür edirəm. Azərbaycanın ilk qadın xalq şairi Mirvarid Dilbazi yazır ki, hər papaq qoyana kişi desəm mən, kişilər inciyər səxavətimdən. Baxın, baxın, belə qadınlar da yetirib vətən, günahdır onlara kişi deməsəm. Və mən elə buradaca mənim əzizim Zivər xanıma babamın papağı, nənəmin Kəlağayısı kitabını hədiyyə edirəm. Buyurun Zivər xanım. Zivər xanım çox kitab oxuyur, çox kitab sevdalısıdır və deməli mənim əzizlərim, vətən oğulsuz olmasın, Ulu Öndərin 100 illiyinə Mirvarid Dilbazinin şeirlərindən ibarət kitabdır. Deməli, Naxçıvanda biz tədbirdə olanda, orada şəhid anasına bu kitabı verəndə mənim heç ağlıma da gəlmirdi. Belə baxdı, dedi ki, mən oğulsuz olsam da olar, vətən oğulsuz olmasın. Allah şəhidlərimizə rəhmət eləsin. Bu da bizim təşkilatın son kitabıdır. Kəlağayı milli sərvətimizdir. Rus və Gürcü dillərindədir. Bunu da sizə hədiyyə edirəm və tədbirimizə uğurlar diləyirəm. Yenə deyirəm, mənim əzizlərim, həmvətənlərim, hər birinizə təşəkkür edirəm və qarşınızda baş əyirəm. Иман Ахмедов Иман будет спеть песню «Журавли». Иман, ты где, мой сыночек? Иди сюда ко мне. Окончание Великой Отечественной войны. Мне кажется порою, что солдаты с кровавых не пришедшие полей не в землю нашу полегли когда-то, а превратились в белых журавлей. Они до сей поры с времен тех давних летят и подают нам голоса. Не потому так часто и печально мы замолкаем, глядя в небеса.
летит в тумане на исходе дня. И в том строю есть промежуток малый. Быть может, это место для меня. Настанет день и с журавлиной стаей я поплыву в такой же сизой мгле. Из-под небес по птичьи окликая всех вас, кого я оставил на земле. Хочу сказать, нет такого семья. Извини. Спасибо, спасибо, спасибо. Спасибо, сынок. Я хочу сказать, что нет такого семьи, что там не осталось следы войны. У кого-то дядя, у кого-то отец, у кого-то братья, у кого-то дяди, у кого-то даже сестры, которые были фельдшерами, отдали свою жизнь за нас, за нашу прекрасную жизнь. Мы склоняемся свою голову перед ними. Мы обязаны им, потому что мы живем в этом мире благодаря им. Я хотела вас познакомить. Сегодня у нас хоть немного, но есть гости, которые к нам пришли, и чтобы нас приветствовать в этот день. Я хочу называть их фамилия и попрошу встали, чтобы мы видели вас. Можно будет так? Норов Ильяс Багмат. Извините, пожалуйста, если что-то. Председатель татарского башкирского общества. Спасибо вам большое, что вы пришли. Представитель Национального культуры центра Чинар Ульвия Ханум. Шахназ Ханум, кандидат филологических наук, представитель СПБ в году. Что? Ну, в общем, Шахназ Ханум. Извините, пожалуйста. Бабаев Исрафель. Есть такой? Спасибо большое. Спасибо вам, что вы пришли. Бабаева Эльмира. Есть? Спасибо большое. Вот последнего не могу читать, потому что... Это вы? Встаньте и представьте себе. Я вам очень благодарна, что вы сегодня присутствуете с нами вместе в этой торжественной, прекрасной мероприятии. Сейчас я на сцену вызываю танец мальчиков, танец сюзьме. Нурлан и твоя команда, пожалуйста. Aşağı çek. Mikrofonu nazar. 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 Чтобы не ударилось.
eşq olsun. Yanıma gəlin hamınız belə düzülün. Mənim əzizlərim, Qarabağımız işğaldan azad olunandan sonra çox kişilər getdilər papaq aldılar ki, başlarına qoysunlar. Mədət Məhbub yazır ki, bu millətin torpağıdır Qarabağ. Bu millətin torpağını qaytarın. Bu millətin papağıdır Qarabağ. Bu millətin papağını qaytarın. Şükür ki, başınıza qoyun. Papaqlar bugün başladı. Papaqları başınıza qoyun. Ay maşallah. Bir canım var. Bir canım var sizə qurban Azərbaycan oğlanları. Mərdliyi unutmur dövran. Mərd keçdiz qanlı yolları, ey vətən qəhrəmanları. Düşmən yurtda yurt salmasın, yurt düşmənə qalmasın, vətən oğulsuz olmasın Azərbaycan aslanları. Adım şair, özüm ana. Mən yazıram yana yana, qan salanı düşsün qana. Qana saldı cavanları. Bir canım var. Bir canım var sizə qurban Azərbaycan oğlanları, Azərbaycan aslanları. Tanrı bax beləcə bizim bəynişan oğlanlarını, Azərbaycan kişilərini qorusun. Allah şəhidlərimizə rəhmət eləsin ki, bugün bizim kişilərimiz, Azərbaycan kişiləri, Azərbaycanın beləcə bəynişan oğlanları papaqlarını başlarına bax belə şəslə qoyurlar. Təşəkkür edirəm, çox sağ olun. Çox mənə ləzzət elədi, sağ olun. Ey aziz anam, ömrümün mənasısan, qardaşlık dünyasısan, anamın anasısan, Azərbaycan. Ömrümün mənasısan, kardeşlik dünyasısan, anamın anasısan, Azərbaycan. Родимой стороны, сыновья тебе верны. Ты звезда моей судьбы, Азербайджан. Свет родимой стороны, сыновья тебе верны. Ты звезда моей судьбы, Азербайджан. Приду
Sintezatorda Etibar müəllim. Nəzərinizə çatdırım ki, Etibar müəllim papaqları görən kimi dedi ki, elə Qarabağ qaytarılanda getdim bir papaq da mən aldım. Bilsəm ki, bu bayrama gəlirəm, papağı başıma qoyub gələrəm. İnşallah Etibar müəllim gələn dəfə sintezator arxasında sizi papağınızı da görmək istəyirəm. Qaytar o yerlərə məni ilahi. Qaytar o yerlərə məni ilahi. Onun dağlarından, düzündən öpüm. Todar yaylağında, qırx bulağında Todar yaylağında qırx bulağında Lalənin nərgizin üzündən öpüm, üzündən öpüm, üzündən öpüm. Çam axırına kədərin qəmin Çam axırına kədərin qəmin yarası sağaladı illər sinəmin Azərbaycan elindən didərgin elimin Ağlayan ağlaya üzündən öpüm Aman aman bir də aman Yaşaya bilmədim qoynunda sənin Aman gölçə səndə sənsiz qalmışam Yarım gölçə səndə sənsiz qalmışam Aman gölçə səndə sənsiz qalmışam Yarım gölçə səndə sənsiz qalmışam Sağ olun. Çok sağ olun. Əzizim göy çəmənə, əzizim göy çəmənə, şeyh düşdü göy çəmənə, Ələsgəri çağırdı, səs verdi göy çəmənə. Çok sağ olun. Ah yaram anam anam yar hey yar
zəhmətindən böyütdün məni. Halal zəhmətindən böyütdün məni. Halal zəhmətinə qurbanam anay. Nə dostlar nə dosta baş əydin, nə də düşmana. O gönül ürəyinə qurbanam ana, qurbanam ana, qurbanam ana. Ay balda verə bilməz balanın dadın. Ey, 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 bal da verə bilməz balanın dadın. Ana dünyadan doydum, məndən doymadın. Oduma alışdın, közümə yandın. Yenə məndən artıq yananım ana. Qurban olum sana, qurban olum sana. Ay sul illənsə axa bilməz, quş qəfəsdən çıxa bilməz, çıxa bilməz. Namərd mərdi yıxa bilməz, yatı var xain olmasa, yatı var xain olmasa. Ay bəlad oldum belə gözəl. Ay aman oy, ay aman oy. Bəlad oldum belə gözəl. Peterburgu gəzə, 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 gəzə. Soyuq baxdın anamıza. Əlimdə payım olmasa. Ay aman ay, aman aman, aman ayda dibi. Kömrüm intizarda değil, yalnız rızamda değil. Kalbim ahuzarda değil, cennet uzaklarda değil. Qarabağ torpağındadır, Qarabağ torpağındadır, Qarabağ torpağındadır. Qarabağ torpağındadır, Qarabağ torpağındadır, Qarabağ torpağındadır. Kəlbəcərimiz, Ağdamımız Füzulimiz, Ağdamımız Füzulimiz. Bu baxtı torpağındadır, bu baxtı torpağındadır. Azad torpağındadır, Azər torpağındadır. Bu baxtı torpağındadır, bu baxtı torpağındadır. Azər torpağındadır, Azər torpağındadır.
Ağa balanın diyarı, ağa balanın diyarı. Füzuli torpağındadır, Füzuli torpağındadır. Ağdamı torpağındadır, Ağdamı torpağındadır. Bu bahtı torpağındadır, bu bahtı torpağındadır. Azeri torpağındadır, Azeri torpağındadır. Gönlüm intizarda değil, cennet uzaklarda değil. Kalbim ahuzarda değil, kalbim ahuzarda değil. Qarabağ torpağındadır, Qarabağ torpağındadır. Qarabağ torpağındadır, Qarabağ torpağındadır. Ağdam torpağındadır, Azər torpağındadır. Çok sağ olun. Çok sağ olun. Teşekkür edirik, çox sağ olun. Həmişə səsiniz belə gözəl məkanlardan gəlsin. Təşəkkür edirik, çox sağ olun. Sankt Peterburqda Azərbaycan musiqisini eşitmək doğrudan da başucalığıdır. Çok sağ olun, çok sağ olun. Çok güzel, çok hoşuma geldi her cəhətdən millətimin qarşısında. Biraz bu mikrofon, echo yoxdur. Bu gərək bağışlayası ilə belə oxumaq olar. Hər şey qaydasındadır, hər şey yaxşıdır, ürək açandır. 32 ildir ki mən buradayam, mən də elə Qubatlı torpağındanam, qaçqınam. Allah canınızı sağ eləsin. Qaçqın deyiləm ki. Bəli, bəli, əlbəttə, əlbəttə, əlbəttə. Mənim özüm bir balaca haşiyə çıxmaq olar da. Özüm 16 il müəllim işləmişəm, kimya müəllimi. Azərbaycanın Qubadlı rayonun Bəxtiyalı kənd məktəbində müəllim işləmişəm. 32 ildir ki, buradayam. Belə gözəl insanların çoxunu tanıyıram. Mənim ən yaxın dostum var burada, Gülağa. Mən onu çox həmin vaxtlardan tanıyıram, ailəsi ilə, qardaşı ilə minnətdaram. Onlar çox gözəl bir ailədirlər. Mən onlarla həmişə fəxr eləyirəm, balaları ilə, özlərinə. Sağ olun, həmişə var olun. Təşəkkür edirəm, çox sağ olun. Necəsiz ay mənim əzizlərim? Möhkəm, möhkəm. Elə alqış gəlsin ki, səsi Qarabağa, Şuşaya qədər, Azərbaycana, Bakıya qədər çatsın. Mənim əzizlərim, şeir mədəniyyət incə sənətdir. İncə səs, incə ruh, incə sənətdir. O da musiqi tək qəlbin səsidir. Həyatın ən böyük təntənəsidir. Meydanı yenə musiqiyə verək. Bizim əzizimiz Əminə xanım Bağırova buyursun. Doğrudan da vətəndən uzaqlarda Azərbaycan mədəniyyətini yaşatmaq çox gözəldir. O mənada bizim gözəlimiz, bu gözəl xanıma təşəkkür edirəm. Həyat gözəldirsə dünya şirindir. Çiçəkdə həmişə təravət olur. Günəşdən odalır gülüşlərimiz. Sevib sevilirik, məhəbbət olur. Olsa da dünyanın yüz gözəlliyi, gözəldir hər şeyin öz gözəlliyi. Əşi, ötəri bir histir üz gözəlliyi, könül gözəlliyi qiyamət olur. Bugün könüllərimiz sevinir, gülür. Buyursun Əminəmiz. Море вернулось говором чаек, песней прибоя. Рассвет пробудит
сердце как друга море встречает, сердце как песня летит из груди. Грустные звезды в поисках ласки сквозь синюю вечность летят до земли. Море навстречу им, детские сказки на синих ладонях несут корабли. Hörmətli bəylər və xanımlar, Rusiyada yaşayan Azərbaycanlılar, hər birinizi xoş gördük. Mən ilk növbədə təşəkkür etmək istəyirəm hər şeydən öncə, yəqin Zivər xanım da mənə icazə verər. Zalı sizi kimi gözəl insanlarla dolduran, yəni məclisi təşkil edən təşkilatçılara ilk növbədə təşəkkür edirəm. Ona görə ki, belə gözəl insanlar dəvət buyurub. Sağ olun. Və Mirvari Dilbazi adına Yazıçılar Birliyinin ən gözəl nümayəndəsi Güllü xanım Bakıdan təklif buyurub. Dəvətimizi qəbul edib gəldiyiniz üçün sizə təşəkkür edirəm. Və məclisimizin, belə deyək, tədbirimizin səbəbkarı Zivər xanım. Mən nəyə görə birincisinin adınızı çəkmədim? Bildim siz
qonaqlara qarşı, əziyyət çəkənlərə qarşı təşəkkür etməyi bacaran insansınız. Onun üçün ilk növbədə əziyyət çəkənlərin adını qeyd etdim ki, bildim ki, bu sizin xoşunuza gələr onun üçün. Və qeyd etmək istəyirəm ki, Zivər xanımı yəqin ki, siz dəvət buyuranlar məndən yaxşı tanıyırlar. Mən Zivər xanımı çox qısa müddətdə tanınmışam və Azərbaycanlı, Bakı sakini, ziyalı xanım olduğu üçün onun yanındayam mən. Çünki mən ziyalı ailəsində bölünmüşəm. Atam müəllim, anam müəllimə, özüm də ixtisasca musiqi şünasam. 2 ali təhsilim var. 2-ci ali təhsilim də idarə etmədir. Lakin mən musiqini daha üstün seçmişəm. Onun üçün bütün sənətinin müəllimi olan hər kəsin qarşısında baş əyirəm. O cümlədən də Zivər xanım da elə bir nümayəndədir. Və hər kəsə çox sağ ol deyirəm ki, bizi sayıb bu gözəl məclisə dəvət buyurmusunuz. Təşəkkür edirəm sizlərə. Və burada qeyd edirəm, deməli, Kəlağayı tədbiri keçirildi. Mən müəyyən səbəblərdən Şükran müəllim, Hicranə xanım, yəni təşkilatçı olduğu üçün qeyd etmək istəyirəm. Mənə yaxın olan insanlardılar. O tədbirdə iştirak edə bilmədim, amma unutmayın ki, borclunun sağlığını istər. İnşallah bu son deyil. Düşünürəm ki, belə Azərbaycanımızın Rusiyada yaşayan belə oğulları, qızları var. Düşünürəm ki, Allah Zivər xanıma da can sağlığı versin və Zivər xanım kimi arzusu olan belə işi, hansı ki arzusudur, hələ yerinə yetirməyib. Allah onlara da can sağlığı versin ki, belə gözəl tədbirlər olsun. Mən də bir Azərbaycan xanımı olaraq, Azərbaycan dövlətinin qulluğunda olaraq sizin qulluğunuzdayam. Həmişə gözəl günlərdə görüşək. Görüşüne gelmişem, seni gözlü ben öpşem. Gözün emli dayanma, bile gemli dayanma. Eşkinler dindi dünyam, şadlan senindi dünyam. Sevenlerindir dünya, belə qəmli dayanma. Var soyuğu, var odu, bu yol sevgi yoludur. Ürək sözlə doludur, belə qəmli dayanma. Könlüm bulut değilsən, sınıq ümid değilsən. Sen ki sükut değilsen, belə qəmli dayanma. Eşkinlə dindi dünyam, şadlan senindi dünya. Sevenlerindir dünya, belə qəmli dayanma. Çiçeği açsın gözünden, güneş gülsün yüzünde. Bir sevinç ta özünde, belə qəmli dayanma. Eşkinlə güldü dünyam, şadlan senindi dünya. Sevenlerindir dünya, belə qəmli dayanma. Var soyuğu, var odu, bu yol sevgi yoludur. Ray sözlə doludur, belə qəmli dayanma. Könlüm bulut değilsə, sınıq ümid değilsən. Sen ki sükut değilsen, belə qəmli dayanma. Seninle güldü dünyam, şadlan senindi dünya. Sevenlerindir dünya, belə qəmli dayanma. Eşkinlə güldü dünya,
dayanma. Çox sağ olun. Allah şəhidlərimizə rəhmət etsin. Biz onların sayəsində inşallah bundan sonra heç vaxt qəmli olmarıq. Allah qazilərimizə can sağlığı versin. Allah şəhid analarına səbir versin və o bəzi filmlərin arxasında əziyyət çəkən insanlar olur. Tamaşaçılar ancaq və ancaq belə deyək, əsərin qəhrəmanını tanıyırlar. Lakin mən bugünkü təşkilatı dəstək üçün də Zəminə xanım, Nəzəkət xanım, Firuzə xanım, sonra Sevinç xanım, Ulduz xanım, kimin adını çəkmədimsə üzürlü saysın. Hər kəsə təşəkkür edirəm. Çünki səhnəni doldurmuşsunuz, mənə ləzzət eləyir. Sizi çox istəyirəm. Çok sağ olun Emine Hanım. Çok şadız ki siz bizim görüşümüze gelip özünüzü çaktırdınız. Да. Сейчас вызывается на сцену детского ансамбля от Дюка Кавказа танец «Ах, чичай», «Белый цветок». Пожалуйста, девочки. Подождите. Пожалуйста. Девочки, подождите, пожалуйста. Это вам на подарок. Пожалуйста, руководителя.
Vaqif müəllim. Vasif müəllim və Güllü xanım. Buyurun. Güllü xanım sizdə. Aşıq Vasif eyni zamanda stроительdir. Mənə elə gəlir ki. Elə deyil? İdi. Mən də idim. Aşıq Vasif İncəli buyursun. Bir aşıq gedir bir toya, ev yəsi də yaxşı pul verirmiş. Camaat da belə gözləyirmiş. Deyir, nə edirsən? Deyir, sazı köşlüyürüm. Deyir, sağ ol səni. Bunu evdə köşlüyüb gətirərdin dana. Sizə qurban olum. Sizə qurban olum ay elim günüm. Sağım güllər açdı, sol nə gözəldir. Seyrinə dalmışam bu gözəlliyin, açdığım bu qanat, qol nə gözəldir. Qəlbim bu aləmin hər bucağında, ateşə dönmüşəm gür ocağında, havalı könlümün bu şən çağında, dinlənən sazında, tel nə gözəldir. Mərifət var oğlunda, qızında, sədaqət var çörəyində, duzunda, Allah Allah. Ləyaqət var Sankt-Peterburgda yaşayan Azərbaycanlıların üzündə. Güllü mehman olan el nə gözəldir. Başına döndüyüm el nə gözəldir. Kökləndi mi? Çağıram uzaklarda ya, haray dağlar, haray dağlar, lay 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 körpe lay lay. Ay saçları ya kar oldu. Karay dağlar, karay dağlar, lay 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 körpe lay lay. Çağıraram uzaklardan haray dağlar, haray dağlar. Saçlarıma yağar oldu qaray dağlar, qaray dağlar. Değil qara kömül verdim, cəfasını çəkdim, gördüm. Sizə deyiləsi dərdim, varay dağlar, varay dağlar. Ay kalbinde eşkin melayanı, geldi sadih ağamalı, lay 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 lay. Ağsına kara
kime kaldı Göray dağlar vay lalayla körpelayla. Sözler Ağamalı Sadiq Əfəndinindir. Ruhum bədəndən oynadı. Ağamalı Sadiq Əfəndi yazır ki, dağların başı dumağ qar idi. Ətəyində atam, anam var idi. Onda dönük dünya mənim ilə yar idi. Aman aşıq, aman aşıq, bir hava çal ağlayım. Gedən getdi, niyə getdi bilmirəm. Nə nağıldır rəngini fiqə söylədi. Marala bax, marala bax, məni yoldan eylədi. Aman aşıq, aman aşıq, bir hava çal ağlayım. Sankt Peterburgda bugün bu sazın çalınması Azərbaycanımızın dünyaya varlığı deməkdir. Yaşasın sazımız, sözümüz və sizə təşəkkür edirəm. Çox sağ olun. Həmişə saz kökündə olasınız və sazınız kökdə olsun. Bəyəklər deyildi ki, Qarabağımız qayıtdı. İnşallah bizim o torpaqlar da qayıdar. Göydağımız, Çayqoşanımız, Armudumuz, bu Güllü xanım maşallah onları yaxşıdan o yerlər. Hamımız orada böyümüşük, yaylaqlarda orada olardıq. Amma hələ gedə bilmirik. İnşallah 1 ilə 2 ilə oraya da gedərik. Çok sağ olun. Ay canım gözüm, yenə incə dərəm düşdü yadıma. Başda tacım bir cənnətə gəlmişəm, yardır, yaraşıqdır mənim adıma. Baş əymişəm, sədaqətə gəlmişəm, mərifətə gəlmişəm, ziyarətə gəlmişəm.
Teşekkürler. Mülaqətlərimizə qarşı. Mənim əzizlərim, Azərbaycan qadını möhtəşəmdir. Mirvarid Dilbazi yazır ki, dünya analarının ey qoçağı mətini, Azərbaycan qadını. Bugün Azərbaycan qadınları qeyrət göstərir, qürur göstərir və bu qruplar yaranır. Bugün Dünya Azərbaycanlılar Birliği var, onun rəhbəri Yaroslavldan Xatirə Qəmbərovadır. Onun üzvü bizim əzizimiz Hülviyə xanım buradadır və salamlarımı çatdırıram, təşəkkür edirəm ki, bugün o qurumu təmsil edirsiniz və onlar da milli mənəvi dəyərlərimizi təbliğ edir. Üstəlik Moskva Milli Muxtariyyətin Qadınlar Şurasının sədri İlahə xanımı salamlayıram. Doğrudan da qadın əlləri, qadın qüdrəti nəyə qadirdir? Zivər xanım mühəndisdir, Zivər xanım anadır, Zivər xanım gözəl Azərbaycan qadınıdır və əllərinlə xariqələr yaradır. Fikir verin bunun əllərinin işinə, naxışına. İlahi, mən 2 gündür evimdə qalmışam. Deyirəm, ilmə necə toxuyub, necə yaradıb. Nənələrimiz toxuyurdu, analarımız toxuyurdu. Bugün yəqin ki, bu qədər cəmaatda bəlkə heç bir ilmə toxuyan yoxdur. Çox ayıblar olsun ki, o naxışlarımız itibdir. Zivər xanım, siz özünüz danışsanız qısaca məncə çox gözəl olardı. Vaxtımız azdır. Ancaq və Zivər xanım... Mən çox söz demək istəmirəm. Mən demək istəyirəm ki, 2000-ci ildə, даже 2000-ci il deməli əvvəlində mənə Qüdsə Osmanov məni çağırtdırdı Paçotne konsulstvaya. Mən orada onun himayəsi altında Çınar ansamblını yaratdım. Çınar ansamblı o ildə də laureat festival oldu. Bu da o laureatın vəsiqəsi. Mənim evimdə indi remont gedir. Ona görə mən gətirib gələ bilmədim o şəkilləri ki, hansı ki mənə laureatı verirlər. Mənim balaca qızım da deməli ağ paltarda. Mən təkə o qıza soloya yox, bütün 5 nəfər Çınar ansamblının üzvlərinə də hədiyyə verildi. Demək istəyirəm ki, hərdən deyirlər mənə ki, nə yalandan danışırsan? Mən yalan danışmıram. Bax, bu festivalın laureatı mən olmuşam. Təşəkkür edirəm Zivər xanım. Elə işlər çox olur. Mən el dolanıram. Ancaq bir də görsən kimsə böyürdən çıxır deyir deməzsinizmi? Elə bunu mən başlamışam. Narahat olmayın, haqq öz yerini tapacaqdır. Səhnəyə əzizimiz Əminə xanım buyursun. Надо вырасти, пока и думать рано о любви своей. Как в этом городе жить, в этом холоде, ну, почему до сих пор не проходишь ты? Я тебя ключи оставлю от своих дверей. Иногда я жду тебя, как звезда, веду тебя, и тогда мне кажется,
кажется, что плывут облака подо мной. Иногда зову тебя, иногда пою тебе, знаешь, я ищу тебя, ищу уже давно. Все изменяется, не получается, и без себя мне одной не мечтается. Все слова мои и песни только о тебе. Неожиданные сны, а желанные самые первые, самые ранние. Я иду к судьбе навстречу, я иду к тебе. Иногда я жду тебя, как звезда, веду тебя, и тогда мне кажется, что плывут облака подо мной. Иногда зову тебя, иногда пою тебе, знаешь, я ищу тебя, ищу уже давно. Иногда я жду тебя, как звезда, веду тебя, и тогда мне кажется, что плывут облака подо мной. Иногда зову тебя, иногда пою тебе, знаешь, я ищу тебя, ищу уже давно. Güllü xanım, mən musiqişünas olduğum üçün 15 il musiqi təhsilim var, 15 il. Yəni böyük musiqi yol keçdiyim üçün İtalyanca, Rusca, Azərbaycanca, Cuhudca qəşəng oxuyuram. Amma sizə düşünməyin ki, mən aşıq mahnıları oxuya bilmirəm. Çox qəşəng oxuyuram. Çünki bizə mən Vaxt yoxdur axı. Обратно связь eləmirik ki, vaxt yoxdur. Hə, vaxt yoxdur. Emir, Əminə xanım inciməyin. Bağışlayın, mən istərdim Yox, mən обратно incimirəm. связь olsun. Çünki Mən 3 dəqiqə incimirəm. vaxtımız var. Bundan sonra hara gedəcəyik, orada oxuyacağıq. Hara gedirsiniz oxuyun. Sizə Yaxşı. sizə xəbərdarlıq edirəm. Mən çox xahiş eləyərdim ki, 1-2 dəqiqə обратно связь olsun. Sizin Что? Поехали. De, de. Bir. Bir xəbərsən, abəxtəvər halından, aləm məni, mən də səni sevirəm. Ey bir xəbər, halvarsızsən halından, bütün aləm məni, mən də səni sevirəm. Sən sevinci, mən də bəmi sevirəm. Ey bir xəbər, halından xəbərsizsən, bütün aləm məni, mən də səni sevirəm. Nə mətləbi, nə də sözü danım mən. Bir xəbər dindarlar deyirlər ki, ay Şükran müəllim, güya sevgi günahdır. Bəs bugünkü məclisdə bu qanaqların sevgisini necə danım mən, necə danım mən. Aslı kimi, Kərəm kimi yan deyirsən yanım mən. Ay Zübər xanım, aləm məni, mən də səni sevirəm. Ay aman, ay canım, ay. Bilirəm, vaxta görə bilirəm. Şərait yoxdur, amma sıxılımızdayım. Qoca qartal nə gəzirsən, qoca
qartal nə gəzirsən? Dağlar qoynunda, 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 qoynunda dərdin alım. Ana gördüm balasını. Gelen gitmey geri gelmez. Gelen gitmey geri gelmez. Ağlar boynunda, boynunda, boynunda derdin olan. Əzizim aydın olsun, əziziyən yeri var. Belə gözəl günlərin qərib ölkədə özgə yeri var. Ay mənim əzizlərim, gəlin bir-birimizin qədrini bilək. Bizim bu yadərlərdə bir-birimizdən başqa kimimiz var? Aman, 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 aycan. Sağ olun, çok sağ olun. Çok sağ olun. Ətən yerlər, ətən yerlər. Пожалуйста, пожалуйста. Dağları duman alanda, gözüm yollarda qalanda, yadıma səni salanda, gül yanağım solmasın mı yar? Dağları duman alanda, gözüm yollarda qalanda, yadıma səni salanda, gül yanağım solmasın mı yar? Esen yıllar, sevgilimden mənə xəbər. Esen yıllar, sevgilimden mənə xəbər. Solandı. Solanda narıncı çaylar, gözüm yaşla dolmasın mı? Gözüm yaşla dolmasın mı? Dolmasın mı yar? Yağanda narın yağışlar, gözüm yaşla dolmasın mı? Gözüm yaşla dolmasın mı? Dolmasın mı yar? Bu yerlerden geçmez oldum, dost düşmeni seçmez oldum, eşkime and içmez oldum, gönlüm gubar olmasın mı yar? Bu yerlerden geçmez oldum, dost düşmeni seçmez oldum, eşkime and içmez oldum, gönlüm gubar olmasın mı yar? Esen yıllar, sevgilimden mənə xəbər. Esen yıllar, sevgilimden mənə xəbər. Solandı
Əminə xanım, mən sizə təşəkkür edirəm. Çox sağ ol qızım. Salam, axşamınız xeyir olsun. Hər birinizi salamlayıram. Bugün may ayının 17-si 2025-ci il. Mənim üçün qürurlu bir gündür. Bugün biz bura yığışmışıq. 9 ay öncə burada biz Kəlağayı İsmətimdir tədbiri qeyd etdik. İsmətli xanımlarla biz tarix yazdıq. Bu mənim üçün böyük qürurdur. Bizim uğurlarımızın bu qədər çiçəklənməsini gözləmirdim. Gələcək nəslin gənclərinə bir ricam var. Qərib yerdə, qürbət eldə adət-ənənələrimizi qoruyun, milli dəyərlərimizi qoruyun. Belə bir tədbirlərdən sayını artırın. Əminəm ki, sizlər daha da savadlı, saf və təməlli yaradacaqsınız. Çox sağ olun, hər biriniz xoş gəlmisiniz. Мне, наверное, говорить немножко тяжело в том смысле, что у меня такие ностальгические чувства, честно говоря. Это тяжело еще потому, что и на русском языке, наверное, говорю. Хотелось бы на азербайджанском, но для меня самое приятное то, что Гюлья ханым, вот вы говорите как раз по-настоящему на азербайджанском языке. То, что сегодня я слышу в бакинских каналах, это не азербайджанский язык. Вот вас слышит, это действительно, мое детство, мою молодость, действительно, это есть азербайджанский язык. Естественно, эти мероприятия очень приятные, очень прямо нужны для наших молодежи, для всех. Я думал, Папаху много будет посвящено, но что-то замечаю, что о Папахе, да, я вот их... Я не знаю, вы если позволите, я небольшую притчу скажу. Конечно, я бы не хотел бы время отнимать. Если я не ошибаюсь, Расул Гамзатов, великий дагестанский поэт, написал, есть притча о любви его и о Папахе как-то, такая совместная. Но, правда, я в деталях, наверное, плохо помню. Говорится, он так говорит, что была одна красивая, очень красивая девушка, ну, в каком-то дагестанском ауле. И все были в него влюблены, все. И по традициям должны были преподнести свой папах этой девушке. Девушка сидит на веранде, ну, красавица сидит. Мужики приходят, бросают свой папах к ней. Но она их выбрасывает. То есть не принимает их любовь. Несмотря на очень таких дорогих папахов, она от всех отказывается. И говорит, что у меня, я мальчик, ну, он еще даже не совершеннолетний, у меня кепка такая грязная, она не очень-то приличная. Я бросил ей, она ее удержала. Я, говорю, был удивлен, что она могла во мне влюбиться, то есть обратно меня. Я, говорит, ну, вырос, годы прошли, я прихожу, эта дама сидит на этой веранде, ждет своей любви. Каждый раз я наблюдаю за этим. Годы прошли, ей очень много уже лет, но она никому не отвечает взаимности. И наконец-то, говорю, я говорю, поднялся, стал Расул Гамзатовым, поднялся до Москвы, стал поэтом, народным поэтом, вернулся и к ней обратился. А в чем дело? Она, оказывается, ждет меня, мою любовь. Для нее оказалось мой папах самое ценное. Вот. Ну, и там у него стихотворение есть. Если вас любит 100 мужчин, один из них я. Если вас, ну, временами любит 50 мужчин, один из них я. Если же вас никто не любит, то любит вас только я. Ну, я, конечно, я не литератор, эти детали не знаю, но об этом писал Расул Гамзатов, когда-то я в молодости это читал. Вот, ну, почему я это хотел сказать? Я хотел бы сегодня больше слышать о папахе. Да, о его достоинстве, да. Ну, папах носят многие, как говорят, ну, не каждый папах достоин, не каждый мужчина достоин настоящему папаху, да. Я думаю, таких мероприятий много нужен, часто нужен.
Я думаю, это большой труд, да, организовать этот не так легко, собрать людей. Мы все здесь давно живем в Физули, вот мы хорошо знакомы с Физули. Я тоже здесь уже почти живу 47-48 лет. Да, мы всех знаем, но и забываем с возрастом потихонечку. Мне очень приятно, что сегодня при всех важных дел это оказалось самое важное. И особенно благодарю еще раз, для меня самое больше в моей памяти останется то ваша поэтичность, ваше литературное знание, ваш артистизм. Вы для меня вот тот образ великой азербайджанской женщины, которая хорошо говорит на азербайджанском языке и является настоящей азербайджанской женщиной, Azərbaycan xanımı. Allah sizə can sağlığı versin. Hamınıza adını çəkmirəm, hamınıza minnətdaram. Tez-tez belə meripiyatlar olsun. Sağ olun. Ya o çini bilməyək. Sadiq əmi, sizin o dünyənizə qurban olaram, təşəkkür edirəm. Bax, o bizim balaca balaların papaqda oxuduğu, oynadıqları rəqs dünyaya mesajdır. 2 saatı hamısını yerləşdirmək olmur. Kəlağaylı xanımlar, səhnəyə buyursun Qarabağ xanım. Sevgilim seyre çıkak, burada gel ilk baharı. Sevgilim seyre çıkak, burada gel ilk baharı. Divaçır kalbimizin en şirin arzuları. Divaçır kalbimizin en şirin arzuları. Anadır arzuları her zaman Qarabağ. Danışan dili dodağım tarih aman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. Anadır arzulara her zaman Qarabağ. Danışan dil dodağım tarih aman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. Qarabağ can Qarabağ ana yurdum. Bu çəmənlərdə gəzir Vaqifin şux gözəlliyi. Bu çəmənlərdə gəzir Vaqifin şux gözəlliyi. Ruhumu buradan alır Natavanın qəzəli. Ruhunu buradan alır Natavanın qəzəli. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağım tarih aman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağım tarih aman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. Qarabağ can Qarabağ ana yurdum. Bu vətənimdə neçə qəhrəman övladılar. Bu vətənimdə neçə qəhrəman övladılar. Dillərdə dastan olan mübariz poladılar. Dillərdə dastan olan mübariz poladılar. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağı tarih aman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. Anadır arzulara her zaman Qarabağ. Danışan dil dodağım tarih aman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. Qarabağ can Qarabağ ana yurdum. Bu çəmənlərdə gəzir Vaqifin şux gözəlliyi.
danışan dil dodağım tarih aman Qarabağ, Qarabağ can Qarabağ, ana yurdum. Anadır arzulara her zaman Qarabağ, danışan dil dodağım tarih aman Qarabağ, Qarabağ can Qarabağ, ana yurdum. 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 Bir güzel alkışlar gelsin. Eşk olsun.